Mən Şəhid Məşədi Eşqiniman oğlunun anasıyam. Oğlum haqqında danışmaq istəyirəm. Mənim oğlum 2000-ci ildə dünyaya gəlibdi. O dünyaya gələndə bizim dünyamız elə bil ki, gözəlləşdi, lap qəşəng oldu bizim üçün. Tam nə tər var. Eşqin anadan olandan da Allaha and olsun bizim ruzumuz, bərəkətimiz deyimimizdə çoxaldı. Sonra Eşqin yavaş-yavaş böyütməyə başladı. Eşqin böyüdü, 1-ci sinifə gedəndə, bunu mən 1-ci sinifə kameralı zadda apardım, qurban kəsdik. Çox şükür ki, Allah bizə belə bir övlad verdi. Bu övladımız böyüyüb, məktəbə gedib. Rafiq Nəsrəddinov adına milli qəhrəman. 39 nömrəli orta məktəbdə oxuyurdu. 1-ci sinifə oradan başlayıbdı. Oradan dərsə məktəbə getdi. Məktəbə gedəndən sonra uşağımın orada çox gözəl, yüksək nailiyyətləri oldu. Məktəbdə fənn kursları üzrə yarışlar keçirildi, fənlər üzrə. Neçə dənə birinci yeri var. İndi siz də çəkərsiniz, görərsiniz. Diplomları var, birinci yerə çıxıbdı. Fərqli uşağıdır. Bir dəfə olsun mənim bir sözümü iki eləməzdi. Balacalığından mənə bağlı bir uşağıdır. Mən birdən uşaqdı, həyətə çıxırdı, oynayırdı. Mən içərdən səs eləyirdim. O həyətdə hardansa, qulağı nətərsə çalırdı. Gəlirdi, ana, sən məni çağırdın. Birdən mən onu qeyd eləmək istəyirəm ki, mənim Eşqinin atası ağır seyid olublar. İndi bunu bilmirəm, düzgün danışıram, səhv danışıram. Elə bir o uşaq əgah olurdu çox şeylər. Nə danışırdı, məsələn, hasil olurdu. Niyyətinə, qəlbinə nə gəlirdi, o olurdu. Sonra biz Eşqin 9-cu sinifdən dedik ki, yox, mən oxuyub universitet oxumayacağam. Mən maşinist olmaq istəyirəm. 9-cu sinifdən Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Dəmir Yol liseyi var. Liseyə getdi. Liseyə də yüksək balla girdi liseyə. Oranı da çox əla fərqlənməklə oxudu. Eşqin 9-da oxuyanda biz gənclikdə qalırdıq, Nərimanovda. Bədən Tərbiyə Akademiyasının yataqxanasında biz məcburi köçkünük. Oradan köçüb gələndə bizim biraz vəziyyətimizdən əlaqə sıxıntılarımız olanda Eşqin həmişə deyirdi ki, ana, narahat olma. Mən ölməmişəm ki, sənin oğlun ölməyib ki, mən səni elə saxlayacağam ki, Bəyxan evində. Vallahi o balacalığından, bax elə 9-cu sinifindən evimə pul da qazanıb gətirir. Dəfələrlə gedib, məsələn, binaya köç gəlirdi, köç qaldırırdı, mənə pul gətirirdi. Sonra avtobusda konduktor işləyib mənə pul gətirirdi. Yəni, Eşqin oturan uşaq deyildi. Pastayan telefonla birdən görürdüm, çox uzun müddət telefonla məşğul olur. Deyirdim, görün bu telefonla birdən başqa oyunlar oynayar, başqa işlərlə məşğul olur. Uşağıma nəzarət edirdim. Baxırdım ki, yox, dini meyxanalarla. Oturub elə hey dini meyxanalara qulaq asırdı. Nə bilim, Allahın vergisidimi, Allahın sevgisidimi, bilmirdim. Bir gün də gəldi, dedi ki, ana, 9-a oxuyan vaxtı Dəmir Yol Liseyinə. Ana, mən Məşədə getmək istəyirəm. Dedim, hə, get. Atasına dedim ki, gedək uşağa kağız verək, atası qoymurdu. Dedim, hə, demir ki, çayxanaya gedim, harasa gedim. Deyir, Məşədə gedirəm. Gedək asan xidmətdən biz kağız verək, o vaxt yaş 18 tamam deyildi. Verək, qoy getsin uşaq. Getdik, hamısı onları da göstərəcəm indi. Kağızı getdik asan xidmətə ki, bizim oğlumuz bizsiz hara istəsə gedə bilər. Çünki Eşqinə mən o qədər tənə güvənirdim. Eşqin o qədər tənə ağıllı uşağıdır. Eşqin 18 yaşında bu şəhərcikdə bir hörmət qazanıbdır ki, çıxıb hamı gedib soruşa da bilər. Eşqinə o qədər tənə güvənirdim ki, hara istəyirdi, deyirdim get. Deyirdim, marağı uğradı, qoy getsin, görsün orada nə var. Uşaq gələcəkdə mənsiz özünü idarə eləməyi bacarsın. Getdi Məşədə çatanda ana dedi, bilirsən hara gəlmişəm, ana bilirsən buralar nədir, ana bilirsən nədir. Bir sevinirdi, dünya elə bil onunludur. Oradan da gələn özünə üzüyə almışdı, xatirələr alıb gətirmişdi, özü üçün hamısı durur. Sevinirdi, mən də sevinirdim ki, Allah sənə canım qurban olsun, bir övladdır, oğlan uşağıdır. Nə yaxşı belə əxlaqlı böyütdük, nə yaxşı belə Allahını sevən, Allah sevgisi ilə böyütdük bu uşağı. Sonra əskərlik vaxtı gəldi. 2018-ci ildə Eşqinin əskərlik vaxtı gəldi. Elə özü 9-da oxuyanda bax, and ola Allaha belə eləyib. Mən əskər gedəcəm, şəhid olacam. Bu 9-da oxuyanda hardasa 2017-ci ildir. Mən də deyirdim ki, ağlına gələn danışma. Müharibə var, da müharibə bitibdir. Torpaqlar da gedən gedib. Ağlımıza da gəlməzdi ki, torpaqlarımız havaqsa alınlar falan eləyər, belə olar. Deyirdi, yox ki, ana, Allaha and olsun, mən əskər geçsəm, şəhid olacam. Sonra əskərlik müddəti gəldi, hərbi xidmətə çağırıldı.
Hərbi xidmətə də gedəndə orada bankomatlar, zatlar mənə dedi ki, sonra sənin bir oğlun var. Təkdir da, istəsən saxlaya da bilərik. Dedim, yox, mənim oğlum kimlə nəsikdir? Maşallah, 1.80 boyu, 84. 1.84 boyu, savadı, maşinist. Mənim oğlum dedim, bu gətirdiyiniz uşaqların hansı birinə nəsikdir? Qoy getsin əskərliyə, vətəninə xidmət eləsin, gəlsin də yaxşı işinə işləsin. Yola saldıq, əskər getdi. İnanırsınız, heç 40 gündə öldü. And içmə mərasimində məni tribunaya çağırdılar ki, eşqinin valideyni kimli gəlsin, o da ürək sözlərini desin. Siz elə bir, deyir sifti gələndə eşqin biraz alışmırdı. Deyir, baxdıq, deyir, yox, komandir, mən ərköyün böyümüşəm. Mənim anam mən nə istəyib, onu eləyibdi. Mən ərköyün böyümüşəm. Ona görə siz məni belə bilirsiniz. Nə tərad qazandısa orada 40 günün içində onun zampaliti vardı, Məmmədov Şamoydu adı da. O məni çağırdı ki, gəl çıxış elə. Tribunada mən çıxıb çıxış eləmişəm onun and içməsində. Getdi orada da deyir ki, ana, mən hərbidə qalmaq istəyirəm. Həvəs yarandı uşaqda o hərbiyə gedəndən sonra. Dedi ki, mən hərbidə qalacağım. Dedim, yox, ağlına gələn danışma. Bir uşaqsan, hərbidə ağırdı. Dedi, yox, valla. Getdi, komandiri demişdi ki, istəyirsən hərbidə qalmaq. Kürdəmirdə gizirlik məktəbi var. Ged oxu, yavaş-yavaş da səni böyüdərik. Getdi 40 günə oranı da oxudu. Oranı da yaxşı nəticədən bitirdi, gəldi hərbisiyə. Hərbi hava qüvvələrinin hava hücumundan müdafiə sisteminə yazdılar. Radiolokasiyaya baxırdı mənim oğlum. Dizelçi istehsamçı vəzifəsində. Getdi oraya 10 ay tamamıdır. Oğlum 5 ayında. Dedilər ki, eşqi, yaxşı xidmətin üçün 2 dənə təşəkkür almışdı. Yaxşı xidmətin üçün səni məzuniyyətə yollaya bilərik. İstəsən git. Mənə zəh vurdu, heç vaxt mənsiz bir iş görməzdi. Nə olsaydı mənə zəh vururdu. Zəh vurdu ki, ana, belə-belə, mənə komandirim belə deyir, mən gələ bilərəm məzuniyyətə. Dedim, hə, deyir ki, elə çərşənbə vaxtına da düşmüşdü, Novruz bayramının vaxtına düşmüşdü. Gəldi məzuniyyətdən qayıdandan sonra bizim dünyamız dağıldı. Məzuniyyətdən qayıdandan bir ay sonraydı. Bir gün yığdı məni ki, ana, bəs radiolokasiyada qısa qapanma oldu, yağış yağırdı. Bərk yağış yağırdı. Əlimlə də dedi, yanacaq, radiolokasiya yanacaq dökürdüm. Rayona gedən yüksək gərginlikli naqillərdə qısa qapanma oldu, mənim sümüklərimlə əridi. Mənim vəziyyətim çox pis oldu burada. Dedim, qoy gəlim, qoymadı gedəm. Dedi, yox, gəlmə, əskərlikdir, hər şey ola bilir. Onunla komandirim zam deyəcək ki, bu ana uşağıdır, niyə gəldin? Gəlmə, dedi. Yığdım komandirinə də dedim, o da dedi, sonra hala, vallahi narahat olma, heç bir şey yoxdur, yaxşılıqdır. Bir ay keçəndən sonra yığdı ki, ana, bəs mən döyüş növbəsinə çıxan zaman dəfələrlə burnumdan qan açır, dayanmır. Dedim, eşki, yəqin ki, gün vurma nəticəsində ana qurban. Başına çıxanda papaq qoyacaq. Sonra yığdı ki, ana, məni hospitala gətirmək istəyirlər. Deyirlər, sən hospitala gedirsən, uzun müddət orada qalasan. Heç bəlkə sən buraya qayıtmadın. Dedim, onu kim deyir, səhv deyir, dedim. Elə şey olar, sən sappa sağlamışıq. O nə sözdür, sənə danışırlar. Bir gün götürlər, gəldilər, yolda zəh vurdu ki, ana, məni hospitala gətirirlər, siz də gəlin ora. Durdum, mən də getdim. Getdim, baxdım ki, uşağın rəngi sapsarıdır. Soruşdum, eşqin, niyə beləsən, demədi. Onu gətirən məntəqə həkimindən soruşdum ki, uşağa nə olub? Dedi ki, xala, mən bilmirəm, onu həkimlərdən soruşarsan. Hospitala gəlmişdi. Səhərci günü getdim həkimlərə ki, mən uşağımla görüşmək istəyirəm. Uşağı qoymuşdular intensiv otağa. Yəni, reanimasiya kimi bir otaqda intensiv otağa qoymuşdular. Dedim, mənim uşağımı oraya nəyə qoymuşsunuz? Sappa sağlam əskərliyə gedənə kimi bu uşaq. And ola Allaha bir dəfə olsun mənim uşağım grip də keçirmirdi. Tək bir dəfə o uşağa iynə vurulub, dişi ağrıyırdı. Ağrı kəsici vurmuşuq ki, qoy yatsın. Gedib dişini çəkdirib. Bu uşağın vurdu anadan olanı odur. Məsələn, onun kartişkası var, hamısı çıxacaq ortaya, hamısı. Uşaq sappa sağlam uşaq. Sonra səhərisi günü mən elə həkimlərə dirəşəndə ayxalı otağa girmək olmaz, infeksiya düşər uşağa. Mən çox qışqırıb ağrı eləyəndən sonra deyirlər ki, sən uşağın dərdini bilmək istəyirsən. Dedim, hə. Dedi, uşağına kəskin leykoz. Dedim, o nə sözdür? Deyir, kəskin qan xərçəngi. Elə bil həmən dəqiqə mənim dünyam başıma uçdu. Daha orada özümü bir günlərə qoydum. Sonra getdim həkimlərdən danışdım. Dedilər ki, hə, belə-belə. 100% qanına yayılıbdır.
Mən gəldim axşam evə nətər gəlmişəm, nətər qorum qonşu başıma yığılıb, and ol Allaha heç nədən xəbərim olmayıb. Mənə sakitləşdirin, Ceynə vurublar, eləyiblər, heç birindən xəbərim olmayıb. Səhər durdum, yenə hospitala gedəndə yolda fikirləşdim ki, mən belə eləməkdən tada eşqini itirə bilərəm. Özümü əl alım. Özümü o qədər döymüşdüm ki, başıma gözümə, sir sıfatım qıpqırmızı, maskanı buraya kimi çəkdim ki, eşqim görməsin, mən özümü döydüm. Girənə dedi, Allah, gözlərin niyə elə qızarıbdı, sana nə olubdu? Dedim, eşqin, təzqim qalxıb, gün vurub təzqim qalxıb, anan qurban, özümü əl almışdım, söz vermişdim ki, özümü eşqinə hiss elətdirməyəcəm. Orada anidən olaraq mən Zakir Həsənov, Müdafiə Nazirimiz cənab general Zakir Həsənovun evini yerim bilirdim. Durdum səhərsi günü saat 6-da, getdim Zakir Həsənovun evinə. Dərhal Zakir Həsənov qərar verdi, dərhal götürdülər uşağı oraya. Getdi ora, orada da 11 ay müalicə aldı. Nə qədər Zakir Həsənov bizim elə bil ki, hərbiçiləri ayırmışdı, sırf bizdən ötürü. Hər dəqiqə məlumat öyrənirdilər, onu cənab nazirə məruz edirdilər, hər dəqiqəsi ilə. Sonra deyirlər ki, yox, uşağına ilik köçürülməlidir. İlik köçürülməyincə bu xəstəlik sağalan bir xəstəlikdir. Dedim, yaxşı, köçürdün. Bizim orada hərbi ateşimiz vardı, Müşfiq Məmmədov general. İndi Hərbi Hava Qüvvələrinin kadrların rəisidir. O da dedi, gəlmişsiniz burada, dövlət darxanızdadır, qoyun ilik köçürülsün, uşağınız yaxşı olsun gezsin. İlikdən sonra uşağım iliyi qəbul eləməli, şəhid oldu. Sonra Hərbi Hava Qüvvələrinin bütün heyəti ilə dəfn mərasimi keçirildi. Mənim oğlumun meyidi Azərbaycana gəldi, amma mən pandemiyadan dolayı 2020-ci ilin 16-sı iyunda, 6-cı ayda. Mən qaldım Türkiyədə. Mən gələ bilmədim. Oğlumun meyidini yolladım. Dedim, yox, saxlamam, morqazada qoymam. Gəldi, dəfn olundu. Hərbiçilər üçün 2-ci Fəxri Xiyaban deyil, Qurd qapısı 2, ümumi şəhər qəbirstanlığı da deyil. Orada dəfn olunubdu.